Cruises.az-ın dəyərli dostları, müştəriləri, Costa Smeralda gəmisində pəncərəli otaq, 4268 nömrəli, 4-cü mərtəbə. Deməli, otağa daxil olar olmaz. Belə bir fərah bir otaq sizi qarşılayır. Qrup şəklində gəlmişik. Deməli, qarşı tərəfdən görürsünüz. Pəncərəli, açılan pəncərə deyil. Həmən sağ tərəfdə kondisionerin təmini, işıq, çəkməcələr və seyf, sanitar oşaq. Bu şəkildə belə duş. Burada isə xilasedici jiletlər, asılqanlar, belə və digərlərində olduğu kimi bilirsiniz qapının arxasında toplaşma yeri öz əksini tapır hadisə vaxtı və yenə də Orland adında bir əməkdaş təmizlik işlərimizə baxacaq bu gəmidə. Deməli, həmən girər-girməz bu toplamda 3 nəfər üçündür. Bu divan açılaraq 3-cü şəxs üçün, 3-cü şəxsin yatmağı üçündür. Boy aynası yer alır. Və mən qaldırınızda burada xanımlar və bəylər üçün oturmaq yeri, divan və belə bir güzgü, fen. Soruşursunuz çünki bəzən ki, fen varmı? Bəli, fen var. Belə bir TV stendi, maraqlı və 2 nəfərlik çarpayı. Və bu pəncərəli otaq, bu pəncərə açılmır və yer ilə olan məsafə. Bəziləriniz soruşur çünki dəniz və ya yerlə ara məsafəsi nə qədərdir? Təxminən 2 mərtəbə düşünə bilərsiniz, 1 və ya 2 mərtəbə. Belə bu şəkildə pərdəsi açılır. Burada oturmaq da mümkündür. Bax, belə rahat bir otağınız. 3 nəfərin rahat qala biləcəyi. Ən küncdən həmişəki kimi ki, siz ümumi otaq haqqında bir rahatlıqla fikir sahibi ola biləsiniz. Bu pəncərə tərəfdən, yəni otağın qurtardığı hissədən və bu da məsafə olaraq sizdə bir fikir yaratsın deyə qapıdan 1, 2, 3, 4 addım atdıqdan sonra belə bir otaq sizi qarşılayır. Bax belə.